Salam əziz tələbələrim. İndi mən sizə dövr onluq kəsirlərə aid misallar həll etdirməyə çalışacağam. Birinci misalımız ifadə verilib, tənlik verilib, bərabərlikdə A-nı tapmamızı istəyir. İlk öncə misalımız olduğu kimi yazaq. Daha sonra çalışmamızın, daha doğrusu tənliyimizin, biz buna tənlik deyək çünki əsas verilib. Tənliyimizin sol tərəfini açaq. Dövrdəki ədədlərin sayı qədər 9 məxrəcdə, dövrdəki ədədi isə surətdə yazırıq. Bərabər edirik eyni ədədə. Daha sonra düzgün olmayan bunu kəsrə çevirmək üçün 9 olduğu kimi qalır. 9-u vururuq 6-nın üstünə, A-nı gəlirik. Bərabərdir 3-19. Bunları çarpaz vurmalıyıq, amma üstdəkin bir dəfə təzədən yazın. Sizi çaşmamaz deyə. 3-19. Bunu deməli çarpaz bir daha vururuq. Deməli necə olur? Olur 3 plus A 9 vur 9. Düzdür. 162 plus 3A bərabərdir 171. Bunu özə çevirəcək. Sizə izahlı formada yazmaya çalışıram ki, daha aydın özünüz anlayasınız. 3A 9-a bərabərdir, A da 3-dür. Cavabımız 3 olur. Yəni, bu cür tənliyi görəndə, əgər hər hansı bir əsas dövrdə olubsa, digərini açmamızı istəyirsə, birinci dövrdə olanı açıb, sonra düzgün olmayanı çevirib, daha sonra tənliyi həll etdiyimiz kimi həll edib tapa bilərik.